Cəmistan bəy, törənin izində olanların arasına xoş gəlmisiniz. Çox sağ olun, xoş gördük. Şəmistan Hüseynoğlu Əlizamanlı, Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı 1959-cu ildə Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında Müdafiə Nazirliyinin cəbhə xəbərlərini xalqa çatdıran Şəmistan Əlizamanlı uzun illər Müdafiə Nazirliyində çalışıb, ehtiyatlı olan zabitdir. Səs tembrına görə onu məşhur diktor Yuri Levitanla müqayisə edirlər. Birinci Qarabağ müharibəsinin başlanması və Azərbaycanda hərbi vətənpərvərlik mahnılarının qıtlığı fonunda Şəmistan Əlizamanlı hərbi vətənpərvərlik mahnılarını ifa etməyə başlayır. Onun ifa etdiyi mahnılar uzun illərdir Azərbaycan Milli Ordusunun hərbi hissələrində səslənir. Son illərdə bəstəçi kimi fəaliyyət göstərən sənətkar Türkiyənin ən reytingli tarixi seriallarından olan Diriliş Ərtoğrul'da rol alıb və serialda Ozan rolunu canlandırıb. Zamanlı çox yerlərdə söyləmədiyi fikirlərini törənin izində olanlarla bölüşdü. Siz ordunun savaşa səsləyən səsi Türk-Azərbaycan əskərini coşduran, duyğulandıran bir səsin yiyəsiniz. Və sizlə danışmaq, sizin Türk birliyi ilə, törə ilə ilgili düşüncələrinizi almaq üçün çağırmışıq obamıza. Əvvəlcə gəlin sizi tanıyaq. Sizi tanıyanlar tanıyır, amma tanımayanlara öz-özü necə tanıdardınız? Dəvət üçün çox sağ olun. 1959-cu ildə Borçalıda anadan olmuşum. Ata-babam Urmiyadan gəlibdir. Afşar kökənlidir. Bizim nəslimizin böyük hissəsi indiki İranda yaşayır. Afşarların 40'lı boyundandır. Bilirsiniz ki, Afşarlar bir neçə qoldan ibarətdir və bir 40'lı boyu da var. Nadir Şah da 40'lı boyundandır. Yəni bizim sülalə də 40'lı boyundandır. Babam gəlib oradan. O vaxt Səttarxan tərəfdarlarından olubdu. Sonra o hərəkət yatırdılandan sonra təqiblər başlayıb. Babam da bir neçə nəfər həmin kənddən qohum əqrəba, hansı ki o hərəkətdə iştirak ediblər, oranı tərk edib gəlib yerləşiblər Borçalıya. Borçalıda mənim nənəmə evlənibdi. Nənəm də Borçalının qədim bir kəndi, Faxralı kəndinəndir. Siz həmişə yurt sevgisi aşılamaqla, yurt sevgisinə çağırmaqla, elin obanın belə deyək, qurtuluşuna çağırmaqla bizim yadımızda qalmısınız. Bir çox əminəm ki, Azərbaycanlı dəliqanlıları sizin şərqilərinizi, paylaşdığınız mahnıları əskərlikdə dönə-dönə oxuyublar və öz içlərindəki yurt sevgisini onunla gürlaşdırıblar, onunla daha da artırıb. Necə oldu siz ordunun ozanına çevrildiniz? 1985-ci ildə mən Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universitetinin aktyorluq fakültəsini bitirmişim. Universitetin birinci kursunda bizim səhnə danışığı müəllimimiz rəhmətlik Ənvər Vəliyev səsimizi yazdı. Universitetin nəzdində bir səs yazma studiyası vardı. Və sonradan səsimizi dinlədik biz. Mən ilk dəfə öz səsimi orada mikrofonla eşitdim. Və fasilədə mənə yaxınlaşdı, dedi, Şəmistan, səndən yaxşı diktor olar. Dedi və getdi. Sonra 3-cü kursda rəhmətlik xalq artisti, kino rejissor Tofiq İsmailov bizə dərs deyirdi. O da bizim səsimizi yazdırdı. Demək ki, bir mətn verirdilər. O mətni biz oxuyurduq mikrofon qarşısında. O lentə yazılırdı. Sonra o lenti dinləyirdik və belə kimdə hansı qüsur var danışanda, hansı nöqsan var, yəni bu düzəltmək məqsədindən
Və Tofiq müəllim də mənə yaxınlaşdı, bir mətn verdi. Dedi, al bu mətni əzbərlə. Dövlət radiosunda bir Firuzə Tələbə teatrı vardı o vaxtı. Sovet İttifaqı qəhrəmanı Richard Zorgedən həsr olunmuş bir veriliş hazırlamışdı Tofiq müəllim. Orada da mənə Zorge obrazını vermişdi. Sonra efirə gedəndə qulaq asırdım, deyirdim, bu mənim səsimdir. O his, həyəcan, o obrazı yaratmaq. Və beləcə mən mikrofona öyrəşdim, mikrofona alışdım. Və universiteti bitirəndə də Tofiq müəllim mənə yaxınlaşdı, dedi, sən diktorluğun arxasınca get. 1986-cı ildə müsabiqə elan olundu. Mən Dövlət Radiosundan o müsabiqədə birinci yeri qazandım. O komissiyanın rəyi mənim haqqımda bütün 5 vermişlər. Və beləcə mən Dövlət Radiosunun diktoru oldum. 3 aydan sonra diktor təcrübəçi kimi məni Moskvaya SSR Dövlət Teleradio Verilişləri şirkətinə ixtisas artırma kursuna göndərdilər. Və mən oranı da fərqləmə bitirdim. Ondan sonra 92-ci ildə teleşirkətin sədri Məmməd Smali idi, bizim hörmətli şairimiz. Onun təklifinlə mən televiziya keçdim. Artıq müharibə başlamışdı. Məni məsləhət bildilər və beləcə getdim Müdafiə Nazirliyinə. Məni hərbi geyimdə çəkdilər. Bu mətni ifa elədim, bəyəndilər və həmin gündən mən hərbi diktor kimi hərbi geyimdə Azərbaycan Dövlət Televiziyasında hər axşam görünməyə başladım. Nə gözəl. Sizin içinizdə bir yurt sevgisi, el-oba sevgisi həmişə olub, soy kökünüzə bağlılıq olub. Mənə maraqlıdır ki, Şəmistan bəy üçün törə qavramı, törə anlayışı, törə düşüncəsi nədir? Qədimdən bizim Türk millətinin özünə məxsus adət, ənənələri olub, qayda qanunları olub. Bilgə Kağanın müraciəti var Türk ulusuna. O qədər qüdrətli bir müraciətdir ki, belə deyək də konstitusiyadır ki, heç indi onu tərtib eləmək mümkün deyil. Orada hər şey əks olunur. Türk necə olmalıdır? Türkün ailəsi necə olmalıdır? O qədər gözəl, o qədər belə ədalətli bir müraciətdir ki, Bilgə Kağan müraciətinin sonunda belə deyir. Ey Türk, titrə və kəndinə dön. Sən o vaxt daha böyük, daha qüdrətli olursun. Onun üçün nə etməlidir bizim gənclərimiz? Tariximizi oxumalıdırlar. Bizim babalarımız imperiyalar yaradıblar. Yəni, dünyada tanınmış bizim tarixi sərkərdələrimiz, şəxsiyyətlərimiz olubdur. İndi mən o tarixə dönmək istəmirəm. Məsələn, Nadir Şah. Nadir Şah Hindistanı belə fəth etmişdi. İndi şükürlər olsun ki, tarixi mənbələr çoxdur. Biz artıq müstəqil dövlətik. Öz keçmişimizi bilirik. Keçmişimizlə maraqlanırıq. Hardan gəlmişik? Biz hansı kökə mənsubuq? Yəni, istənilən gənc maraqlanıb tapa bilər. Bu istiqamətdə, məsələn, filmlər çəkilib, Türkiyə serialları var. Bir neçə filmlər var, yəni o tarixi şəxsiyyətlərimiz haqqında. Yəni, yetər ki, o filmləri izləsələr, elə Diriliş Ertuğrul filmi, Quruluş Osman filmində və həmin filmlərdə bizim dövlətçiliyimizdən bəhs edən bütün tarixi mənbələr var. Bilirsiniz ki, yəni Türkiyə tarixçiləri də bunu təbii ki, həmişə deyirlər. Osmanlı dövlətinin qurucuları, yəni Süleyman Şah, Azərbaycanın Muğan bölgəsindən gedibdi. Yəni tarixi mənbələr bunu deyir. Və gedibdi indiki Anadolu torpaqlarına, oradan qayıdıb Suriyaya, Suriyadan dönəndə o çayda çay daşıbmış, yəni o atı sel aparır, ayağı ilişir, üzəngiyə boğulur və bilirsiniz ki, orada da dəfn olunub. Süleyman Şah məqbərəsi hazırda yenə də Suriya ərazisində qalıbdır. Təxminən 2000-ci illərin əvvəllərində Suriyada 3 milyona yaxın bizim soydaşlarımız, türkmənlər yaşayırdı. Bu rəsmi mənbə idi. Onlar hamısı Azərbaycan kökənli idi. Və həmin filmdə də o Kayı boyu bizim sülalədir, yəni bizim kökümüzdür. Adını çəkdiyiniz tarixi seriallarda siz də
rol almısınız. Sizi de ora çağırıblar ve sizi orada gözəl şərqilərinizlə, o obrazınızla, oradakı Ozan obrazı ilə biz gördük. Bax bu təklifi siz necə aldınız? 2002-ci ildə Turan Eller Var Olsun mahnısını mən yazdım və ifa elədim. Musiqisi mənə aiddir. Sözlərini də mən qaralama yazmışdım. Bizim mərhum gözəl şairimiz Nizami Saraclı redaktə etdi, əl gəzdirdi və elə mən ondan sonra da Nizamin adımla bunu hər yerdə qeyd elətdirirəm və tarixə dilə düşübdür. Bu mahnı Türkiyədə məşhur oldu. Və mən internetdə oxudum ki, Diriliş Ertuğrul filminin yaradıcı heyəti bu mahnıdan istifadə eləmək istəyirlər. Turan Eller Var Olsun mahnısından. Və belə mənimlə əlaqə yaratdılar və məni dəvət etdilər. İcazə verərsinizmi bu mahnını biz öz filmimizdə istifadə edək? Və onlar biləndə ki, mən aktyorluq fakültəsini bitirmişəm, dedilər, nə gözəl oldu, elə sizin özünüzü həmin filmə çəkək. Və beləcə dəvət aldım, getdim və çəkildim. İlk dəfə orada Turan Eller Var Olsun mahnısını ifa etdim. Bu mahnı rekord qırdı. Bilirsiniz ki, həmin Diriliş Ertuğrul filmi TRT vasitəsilə dünyaya yayımlanırdı. 185 ölkədə 25-dən artıq dildə yayımlanırdı. Diriliş Ertuğrul filminin bir bölümünə TRT-nin rəsmi məlumatıdır. Dünyada 1 milyard 600 milyon insan baxırdı. Və belə münasibətimiz yarandı. Sağ olsun filmin yapımcısı, rəhbəri Mehmet Bozdağ özü şəxsən çəkiliş meydançasına gəlmişdi mənə görə, ailəsinlə gəldi, orada tanış olduq. Bu mənim üçün əlbəttə böyük bir qiymət idi. O tək mənə yox, bizim xalqımıza, Azərbaycana olan böyük sevgi idi. Və birinci çıxışım uğurlu oldu, mahnı ki, rekord qazandı. Və ikinci Zəfər Bismillah mahnısından mən yenə çıxış etdim. Onun da sözləri bizim milli şairimiz, mərhum şairimiz, rəhmətli Əhməd Cavada aiddir. Bismillah şeirini istifadə etdik. Bu şeir də 1919-cu ildə Qafqaz İslam Ordusunun şərəfinə yazıb Əhməd Cavad. Atıldı dağlardan zəfər topları, yürüdü irəli əskər Bismillah. O xan sarayında çiçəkli bir qız bəkliyor bizlərdən zəfər Bismillah. Ey düşman, alnının yazısı qara, öldürməz bizləri vurduğun yara. Yolladığım qurşun armağan sana, o kirli alnını öpər Bismillah. Ey Bakı, sən qorxma, gəldik gələli, sənin üçün atıldıq daim irəli. Sağ qalanlar annələrə təsəlli, şəhidlərin ruhu gülər Bismillah. Əhməd Cavad. Və bunu ifa etdim mən. Düzdür, indi bəzi sözləri o dövrə uyğun biz tərcümə etdik. Yolladığım qurşun yerinə yolladığım oqlar armağan sana. Bax, belə bir yüngülvari dəyişiklik etdi, amma şeirin xarakteri olduğu kimi qaldı. Mən orada o fasilədə də Əhməd Cavad haqqında suallar verirlər, geniş yəni məlumat verirdim onlara. Əhməd Cavad haqqında mənim bilgim çoxdur, yəni çox mütaliəm var. Və çırpınırdım Karadəniz, baxıb Türkün bayrağına, ah deyərdin, heç ölməzdin, düşə bilsəm ayağına. Bu Mehmet Bozdağ orada olanda fasilə zamanı birlikdə oxuduq. Onu sonra efirə də vermişdi. O ki, fasilədə olan, deyək ki, bu yaradıcı detalları paylaşırlar. Bunu vermişlər efirə. Mən oxuyurdum. Bunlar da xorla mənə demək dəstək verirdi. Mehmet Bozdağ və Diriliş Ertuğrulun oyunçuları. Üçüncü dəfə yenə dəvət aldım. O yenə də Əhməd Cavadın Yürüyün əskər yürüyün şeirini ifa etdim. Biz dəyişdik, yürüyün alplar, yürüyün. O dövrdə əskər sözü yox idi. Alp deyərlər. Və bu da uğurlu alındı və sonda bizim dostumuz İsmail Həkimlinin
yazmış olduğu Süleyman Şah oğlu Yiğit Ertuğrul mahnısında ifa etdim. O da çox uğurlu alındı. Bu 4 mahnının hamısının musiqisi mənə aiddir. Əlbəttə bu mənim üçün böyük bir uğur idi. Bir Azərbaycanlı kimi tarixi bir serialda çəkilmək, Azərbaycan mədəniyyətinin, incəsənətinin uğuru idi. İndi Türk dünyasında bir canlanma, bir yaxınlaşma, bir birləşmə istəyi var və Türk Dövlətləri Təşkilatı tez-tez tədbirlər təşkil edir, müxtəlif yönlərdən birləşmələrə can atılır. Bax, bir hərb sahəsində o orduya, savaşa, necə deyərlər, bu yurtsevərliyə səsləyən bir ozan olaraq, bax, bu tərəfdə necə planlayırsınız, gələcəklə bağlı? Nələr planlayırsınız? Belə bir fikirlə Mehmet Bozdağ mənə müraciət elədi. Dəvət elədilər xüsusi olaraq. Getdim İstanbula, görüşdük. Və dedi ki, getməzdən qabaq telefonda dedilər ki, belə bir biz qruppa yaratmaq istəyirik. Türk dünyasından bəhs edən. Birinci olaraq sizi və Aslan Beki, Dombra, məşhur Dombra mahnısının müəllifini, ikinizin ifanızda konsertlər başlayaq Türkiyənin böyük şəhərlərində, bütün Türkiyə Cumhuriyyətlərində, hətta Çeçenistan daxil, bax belə dedilər. Və sonra dedi, bura əlavə edərik Qazaxıstandan, Qırğızstandan, Türkmenistandan, komiklardan, qaqavuzlardan. Bunu sayın edərik 12-14 nəfər. Və sizi dedi, müşayiət edəcək bir orkestr. Canlı. Deyək ki, bu şəhərlərdə, bu ölkələrdə çıxış edin. Məsələn, tutaq ki, mən 2 mahnı ifa edəcəkdim. 2 mahnı Qırğızstanlı, 2 mahnı Qazaxıstanlı. Bax, belə gözəl bir qardaşlıq ansambl olacaqdı. Və mən də buradan o mahnıların yazılmışdı, belə demosunu. Qaralamasını apardım, dinlədik. Onu da mənimlə bərabər bizim tanıdığımız dostumuz, bəstəkar Fərahim Sadiq, aranjmançı dostumuz, onunla bərabər yazdıq o mahnıları. Bizim xalq mahnılarımız da vardı orada. Və onu çox bəyəndilər orada. Mehmet Bozdağ və ekibi dinlədilər, dedi, nə gözəl mahnılardı. Və onları da mən repertuara salacaqdım orada. Belə bir proje vardı, belə bir layihə vardı. İndi o proje yubanır. Mən düşünürəm ki, məsələn, bu baş tutsa çox gözəl olar. Və indi siz bu verilişdən, söhbətdən öncə mənə dediniz ki, Türk dünyasını araya gətirmək üçün bir aya nə etmək lazımdır? Və dediyim bu ansamblın, bu böyük ekibin böyük təsiri ola bilər. Təsəvvür edin. Orta Asiyada, dünyada yaşayan türklərin, məsələn, o yaşadığı cumhuriyyətlərdə, Azərbaycanda təsəvvür çıxışlar olsa, nə qədər bizim ümumi işimizə, bizim bir araya gəlməyimizdə, bizim bir-birimizi daha çox yaxından tanımağımıza nə qədər dəstək olar, nə qədər təsir edər. İnşallah gözləyirəm ki, bu proyekt öz həllini tapar. Sizin yaradıcılığınızda ordu ilə bağlı bəstələnən, oxunan bir çox mahnılarda biz daha çox, belə deyək, Rus dönəmindən qalan musiqi alətləri ilə daha çox çıxışları görürük. Amma bayaq vurğuladığınız tarixi filmdə artıq bu dəfə sazla, öz alətlərimizlə bunu başladınız eləməyə və çox da gözəl alındı. Siz necə düşünürsünüz? Məsələn, Türkiyənin ənənəvi bir mehdər takımı var. Sizcə Azərbaycan ordusunun da özünün belə bir milli alətlərlə, öz musiqi alətlərimizlə, sazla, davulla, zurna ilə, necə deyək, tulumla, dombra ilə, əski bizim alətlərlə qurulmuş bir ordu ansamblı yaransa və orada xor olsa və bizim əski o yurt şərqilərimiz səsləndirmək necə olar? Sizin belə bir düşüncəniz varmı? Belə bir istəyiniz varmı? Belə bir düşüncəmiz var. Mən dəvət etmişlər Müdafiə Nazirliyinə və gördüm ki, onların da istəyi budur. Yəni, milli musiqi alətlərimizdə yeni mahnılar, marşlar yazılsın. Və mən dəvət etmişlər bu orduda bu yaradıcılıq işini davam etdirmək, əskərlərlə görüşlər, konsert proqramları ilə çıxış etmək və mən ilk dəfə olaraq Xankəndində, Hadrutda, su qovşanda
konsert proqramları ilə çıxış elədim. Birisi necə gözəl idi. Əsgərlər mənlə bərabər bu mahnıları xorla ifa edirdilər. Çünki bilirsə bu mahnılar 1993-cü ildən yazılmağa başlamışdı. O vaxtı yox idi bizdə. Bir dənə də olsun özümüzün milli marşlarımız, qəhrəmanlıq mahnılarımız yox idi. Birinci olaraq bizim hörmətli bəstəkarımız Cavanşir Quliyev Azərbaycan Əsgər marşını yazmışdı. Biz o vaxtı hərbi studiyada çalışırdıq, Müdafiə Nazirliyində. Müharibədən, döyüş bölgəsindən sujetlər hazırlayırdıq. Sonda öz mahnımız olmadığı üçün milli, biz bayaq adını çəkdiyimiz qədim Mehter ansamblının çıxışlarından istifadə edirdik. Və beləcə 93-cü ildə təsadüfən mən İgid Əsgər Möhkəm Dayan mahnısını ifa etdim. O da bir çox, bu barədə mən televiziyalarda çox demişəm, yenə də qeyd edeyim ki, o da Azərbaycanın milli qəhrəmanı, mənim də əziz dostum, xalqımızın çox igid oğlu, qeyrətli oğlu Yusif Mirzəyevə həsr olunmuşdu. Səbəbkar o idi. Sözləri və musiqisi Şahin Musoğlu'ya aiddir. Bu mahnı çox bəyənildi. Çünki belə mahnılara ehtiyac vardı, qıtlıq vardı. Və mətbuat yazdı, dedi nə gözəl mahnıdır. Bu mahnıdan kaş yazılaydı və bizi həvəsləndirdi. Biz bu mahnının ardınca Çağırır Vətən, sonra məşhur Cənab Leytinant, Əskər Vətən Əmanəti, Şahinlər və s. bu mahnıları yazıb sayını artırdıq. Sonra mən bunu Türkiyədə raks firması tərəfindən buraxdırdım, orduya dağıtdıq. Əskərlərimiz bu mahnıları əzbərlədilər və o hərbi keçidlər zamanı ifa eləməyə başladılar. Yəni təsadüfən oldu. Bu da bir Allahın işi idi. Şəmsdən bəy, bugün Türk dünyasında bayaq dediyimiz kimi bir canlanma var. Və hər kəsin bugün dilində Türk birliyi, Turan birliyi var. Mənə maraqlıdır Şəmsdən bəy bir yaradıcı adam kimi, bir Türk aydını kimi, bir yurtsevər insan kimi Turan birliyini necə görür? Şükürlər olsun ki, Türk birliyi biri araya gəlməkdədir. İndi baxın, mən internetdən baxıram, Orta Asiyada Turan qrupları yaradılıb. Turanla bağlı mahnılar oxuyurlar. Bütün Türk dünyasının bayraqları orada göstərilir. Bir oyanış var. Oyanış var. Doğrudur. Bu birdən-birə ola bilməz. Məsələn, əsas da dövlət başçılarından asılıdır. Və xatırlayırsınız bir neçə il əvvəl Bakıda da Türk dünyasının qurultayı baş tutdu. Orta Asiyada neçə dəfə belə olub. Ankarada mərkəz yaradıldı və Türk Cumhuriyyətlərinin Macarıstan da daxil bayraqları dalğalanır orada. Mən özüm 2 il, 2017 və 19-cu illərdə Macaristanda Turan qurultayında iştirak eləmişəm. Mən orada gözəl bir proqramla çıxış etmişəm. Türk dünyasından 300 minə yaxın insanlar iştirak edirdi. Çadırlar qurulmuşdu. Atlar çapırdı, ox atırdılar, yarışlar. Bizim Türk Cumhuriyyətinin bayraqları atlarla gəlirdi. Sevincdən göz yaşları. Azərbaycan da böyük bir nümayəndə heyətindən təmsil olunurdu. Millət vəkilləri də daxil. Və orada bütün cumhuriyyətlərin özlərinin çadırları var. O qədər mehribanlıq, qardaşlıq abu-havası vardı orada. Bilirsiniz bizi necə çox sevirlər Macaristanda. Azərbaycan adı gələndə elə sevinirlər və onlar bilirlər. Bilirlər ki, onların kökü buradan gedib. Şəmsdən bəy, Türklər bir millət olaraq, bir ulus olaraq, bir ordu ulusu olublar həmişə və bizim elə bil ki, o Alp eğitimlərimiz, Alplığı öyrənməyimiz uşaq yaşlarından başlayıb. Belə ki, deyir, uşaqlar doğulanda onları qoçun belinə mindirərdilər. Ondan sonra dayıçanın belinə, daha sonra atın belinə. Yəni, adi bizim balaca o aşıq-aşıq oyunumuz da belə o ox atarkən baş barmağı gücləndirmək üçün. Yəni, bizim oyunlarımız belə hərbi bacarıqları, əskəri bacarıqları gücləndirmək üçün, ordu da savaş bacarıqlarını gücləndirmək üçün idi. Bax, bugün mənə maraqlıdır ki, Şəmistan bəyin bugün bizim balalarımızla bağlı bu orduya, sevgi ilə bağlı, yurda sevgi ilə bağlı, aparılan təhsillə bağlı, öyrətməklə bağlı işlərdən razısınızmı? Bütün bunlar birdən-birə ola bilməz. Biz baxın, neçə illər uzaq düşmüşük. Müstəqil olduğumuz bir nə qədərdir? Elə bir çox zaman keçməyib.
Amma görün nə qədər uğurlu işlər var. Biz bir-birimizi tanıdıq, qardaş olduğumuzu bildik. Kökümüzün bir olduğunu bildik. Bizim Sovetlər Birliyi dönəmində güllələnən, öldürülən, istər bizdə, istər Orta Asiyada, Tataristanda, Türk Cumhuriyyətlərində olan aydınlarımızı tanıyırıq artıq. Ki onlar nəyin uğrunda mübarizə aparıblar? Ki Türk milləti bir olsun, bir Turan olsun. Nə yaxşı ki onların o xəyalları mı deyək, onların o arzuları gerçəkləşir. Biz günbəgün yaxınlaşırıq, artıq Turan qurulur. Bax, bu sevgini, bu düşüncələri uşaqlara aşılamağın yolunu necə görürsünüz? Bu dərsliklərdə olmalıdır. Televiziyalarımızda bu təbliğ olunur. Verilişlərimizdə təbliğ olunur. Yəni, hər şey düşünürəm ki, qaydasında gedir. Birdən-birə olmaz, yavaş-yavaş. Yavaş-yavaş artıq o birliyə doğru gedirik. Şəmistan bəy, siz musiqiyə yaxın insansınız, musiqinin içində olan bir insansınız. Türk dünyasındakı bu ozanların hansını özünüzə doğma hesab edirsiniz? Var, onlar əlbəttə çoxdur. Məsələn, bu istiqamətdə Əsəd Qabaqlının xidməti çox təqdirə layiqdir, qiymətlidir. Onun musiqisi Əsəd Qabaqlıya aid, sözləri Sərvət Qabaqlıya, onlar əmoğludur. Bil oğlum mahnısını mən də ifa etmişim uzun illər. Və ordumuzda da səslənibdir. Hətta mən Əsəd bəydən icazə aldım, Qarabağ kəlməsində ora əlavə etdim. Düşman gəzən Qarabağda gəz oğlum. Mən ondan soruşdum, olar mı dedi, olar canım, millətimiz üçün, mənim dostumdur. Yəni bir neçə dəfə biz konsertlərdə də bir yerdə çıxış etmişik. Ozan Arif rəhmətli bu istiqamətdə çox böyük işlər görüb. Ya Qarabağ, ya ölüm, o bir tarixi bir əsərdir. Çox istəyərdim Orta Asiyada, Türk Cumhuriyyətlərində bizim konsertlərimiz olsun. Onlarla bərabər bir yerdə konsert proqramı ilə çıxış edək. Onlar bura gəlsin. Burada əlbəttə ki, mədəniyyət nazirlərinin boyuna da öhdəlik düşür də. Onlar təşkil etməlidir dövlət səviyyəsində. Onlar gəlsə öz mədəniyyətindən. İndi gəlirlər, məsələn, Şuşada onlar çıxış edirlər. Xarı Bülbül festivalında məsələn Orta Asiyadan gələn sənətçilər çıxış edir. Və başqa tədbirlərə də gəlirlər. Onların ansambulları, müğənniləri çıxış edir. Amma bunu bir, bayaq dediyim kimi, proqram halında olsa, bu Türk Cumhuriyyətlərində bir ansambul yaransa və biz gəzərik o ölkələri, onlar bura gələrlər, bir ansambulda çıxış edərik, ortaq duetlər oxuyarıq. Məsələn, deyək ki, mən özbək dilində oxuyaram, duet, o mənimlə bərabər bizim şivəmizdə oxuya bilər. Bunlar mümkündür, istək də var. İnşallah və mən inanıram ki, bunlar öz həllini tapacaq. Bizi birləşdirən, Türk dünyasını birləşdirən dəyərlərdən biri də bizim ənənəvi gələneksel oxçuluğumuzdur. Və biz gələn qonaqlarımızla ox da atırıq. Bizlə ox atmağa nə deyirsiniz? Böyük məmnuniyyətlə. Türklər həmişə doğa ilə, təbiətlə iç-içə olmuşuq. Bugün biz sizlə doğanın, təbiətin, ormanın ortasında bir ocaq başında görüşdük və Türk dünyası ilə bağlı düşüncələrinizi paylaşdınız. Özünüzü burada necə hiss edirsiniz? Doğaya yaxınlığınız necədir? Türklərin doğa ilə bağlılığını necə dəyərləndirirsiniz? Əlbəttə ki, biz həmişə doğa ilə, yəni bu təbiətlə bir yerdə olmuşuq. Onsuz təsəvvür etmək olmaz bizim həyatımızı. Və çox sağ olun ki, siz məni dəvət etdiniz. Bugünkü söhbətimizdə həm ruhumuz təzələndi, keçmişimizi yada saldıq, çox şeylər qurdaladıq. Buna görə sağ olun,
ki belə söhbətlər edirsiniz. Bu istiqamətdə işlər görürsünüz. Bu müqəddəs işdir, bu lazımlı bir işdir. Bu işdə Allah sizə kömək olsun. Dəyərli Şəmistan bəy, düşüncələrinizlə və paylaşdığınız fikirlərlə bizim proqrama rəng qatdığınız, dəyər qatdığınız üçün var olun. Çox sağ olun gəldiyiniz üçün. Sağ olun. Mən də sizə minnətdaram ki, yenə deyirəm, məni dəvət etdiniz, bu gözəl təbiətlə bir daha ünsiyyət qurdunuz.